seçki yox, səs vermə olmayıb. Yəni adam prezident deyil, amma bu hadisədən sonra adamı prezident kimi təqdim edirlər. Ailəsi də, partiyada hər kəs. Mən dedim ki, biz Gələcəyin yargıya prezidenti olaraq üstünlük versək və yargının gedişatını izləsək, nəticəyə uyğun davransaq, burada heç kim hələlik siyasətdən danışmaz. Amma bugün yargıya baskı varsa, həmən İmamoğlu azad olmalıdır. Azad olmasa biz Türkiyəni ayağa qaldırarıq. Hələ Özgür Özəl bəy əfəndi oradan açıqlama verir, son dəsə dediniz ifadələr işlədib ki, bu darbədir filandır. Bu cür ifadə verirsə, Kılıçdaroğlu'nun kongrede verdiği açıqlama var. Və o kongrede verdiği açıqlamanı bunlar özləri bugün gündəmə gətirsələr, bir-birini ifşa edəcəklər, bir-birinin üzünə dayanacaqlar. Və eyni zamanda Zahir bəy, mən istəməzdim siyasət tərəfinə girim. Amma sizin ilk sualınıza əgər yargı üzərindən deyil, siyasət üzərindən cavab vermiş olsaydım, mən sizə açıq və net bir cümlə işlədə bilərdim. İmamoğlu'nun həbsinin səbəblərini axtarmaq üçün 2010-cu il Cumhuriyet Halk Partisi'nin kongresine qayıtmaq lazımdır. Onun kökü oradan başlayır. Və eyni zamanda Cumhuriyet Halk Partisi özünün ayarlarını 2010-cu ilə qədər ki ayarına qaytarmalıdır ki, partisində son 15 ildə baş verən olaylara doğru və düzgün qiymət versin. Dəniz Baykalı kaset operasyonuyla görevdən aldırıb yerinə Kılıçdaroğlu seçildiği qurultaydan danışıram Zahir bəy. O gün bugün Cumhuriyet Halk Partisi'ndə sular durulmur. Genel başkanları kasetlerle yola salırlar, paralarla yola salırlar.